Bismillahirrahmanirrahim ve bihi teala nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Aşura, iradlar və həqiqətlər verilişini izləyirsiniz. Bu verilişdə biz istəyirik 6 aylıq Əli Əsgər əleyhissalamın şəhid olması haqqında bəhs edək. Həzrəti Əli Əsgər əleyhissalam da Kərbəlada, Aşura günündə şəhid oldu. Bəzən sual edirlər ki, həqiqətən belə bir şey olub? Demək olar ki, Kərbəla hadisəsinin ən təsirli və ən çox danışılan səhnələrindən biri İmam Hüseyin əleyhissalamın 6 aylıq körpəsi Əli Əsgər əleyhissalamın şəhadətidir. Bəzi insanlar soruşur, bu hadisə tarixi baxımından doğrudan da, həqiqətən də baş verib, şübhə ilə yanaşırlar. Mənbərlərdə bu barədə çoxlu danışılır. Görəsən, mənbərlərdə danışılan həqiqətdir, yoxsa hisslərinə qapılıb belə şeylər danışırlar. Bu mövzu həm tarixi, həm dini, həm də mənəvi baxımdan çox mühüm məsələlərdən biridir. Mən işarə edəcəm, niyə şəhid oldu, onun şəhid olmağı nəyi göstərir? Ümumiyyətlə, ilk öncə, Əli Əsgər əleyhissalam kimi idi? Atası, anası. Əli Əsgər əleyhissalam bəzi qaynaqlara əsasən Əbdullah Rəzi də deyirlər ona. O, İmam Hüseyin əleyhissalamın ən kiçik övladı idi. Tarixi qaynaqlarda onun südəmər və çox kiçik yaşlı körpə uşaq olduğu qeyd olunur. Kərbəla hadisəsi zamanında. Və məşhur nəqillərə əsasən təxminən 6 aylıq idi. Bu səbəbdən xalq arasında 6 aylıq Əli Əsgər adı ilə də tanınır. Əlbəttə, şiə aləmində belə bir hadisənin baş verməsi haqqında şək şübhə yoxdur. Sadəcə bəziləri irad işğal edirlər deyə mən istəyirəm bunu cavablandıram. Hadisə tarixi mənbələrdə vardır. Əli Əsgər əleyhissalamın şəhadəti yalnız elə şifahi mərsiyələrdə gəlsin, belə deyil. Bəlkə ən qədim tarixi mənbələrdə də qeyd olunur. Məsələn, nümunə olaraq, ən qədim tarix və məqdəllərdən biri Əbu Mixnəf, sünni qaynaqlarından olan Təbəri, şiə alimlərindən olan Şeyx Müfid, İbn Əsəmi Kufi və digər tarixçilər nəql edirlər bu məsələləri. Özə detalları ilə. Hamısını qeyd ediblər. Yəni, bu körpənin Həzrəti Əli Əsgər əleyhissalamın şəhid edilməsi tarixi baxımından qəbul olunan ən önəmli məsələlərdən biridir. Tarixdə, yəni sabit olunmuş bir məsələdir. Amma hadisə necə baş verdi? Həzrəti Əli Əsgər əleyhissalamın şəhadəti, o 6 aylıq balanın şəhid olması, tarixi nəqillərə əsasən Aşura günü susuzluq çox şiddətlənmişdi. Bunu hamı bilir. Kərbəlada hətta o çadırlarda olan xanımlar da, uşaqlar da, körpələr də, orada olan böyük, kiçik, hamı susuz idi. İmam Hüseyin əleyhissalam elə özü də. İmam Hüseyin əleyhissalam o şəraitdə körpə övladını, 6 aylıq balanı qucağına alaraq düşmən ordusuna müraciət edir. Buyurur ki, əgər mənə rəhm etmirsiniz, inla tərhəmuni, fərhamu, rəhm eləyin bu körpə uşağa. Buna süd verin, buna su verin. Bu cümlə demək olar ki, Kərbəlanın insanlıq ölçüsünü göstərir. Niyə? Çünki bir körpəyə su vermək burada insanlıq məsələsidir. Ən sadə insani davranış sayılır ki, bir nəfər uşağa sən gətirib su verəsən. Amma burada su əvəzinə ona ox verdilər. Tarixi qaynaqlarda belə qeyd olunur ki, İmam danışarkən düşmən ordusundan bir şəxs, Allah lənət eləsin, Hərmələ İbn Kahil, məşhur nəqillərə əsasən, körpəyə tərəf 3 quşəli bir ox atır. Ox Həzrəti Əli Əsgər əleyhissalamın boğazına dəyir. Əli Əsgər əleyhissalam atasının qucağında şəhid olur. Bu səhnə
Kərbəlanın ən ağır və sarsıdıcı anlarından biri kimi tarixə keçdi. Ata üçün nə qədər ağırdır? Gətirəsən, qoşundan su istəyəsən, onlar su vermir, oxla vururlar, sonra gətir anaya təhvil ver. Bu baxımdan bu hadisə bu qədər önəmlidir. Çünki burada artıq döyüşən, müharibə eləyən əsgər deyildi. Körpə uşaq idi. Söhbət körpə uşaqdan gedir. Kərbəla göstərdi ki, Yezid ordusunun zülmü hətta südəmər uşağı belə rəhm etmədi. Bu tarixi bir faktdır da. Bu hadisə həqiqətdə zülmün nə qədər hədd aşdığını insanlara göstərir. Ən böyük sübutdur ki, Aşura gününün ən önəmli bu hadisəsi, ən böyük sübutdur ki, Yezidin hakimiyyəti zalim hakimiyyətdir. Amma bütün bunlara baxmayaraq ki, biz qeyd elədik, hətta sünni qaynaqlarında var, şiə qaynaqlarında da vardı. Görəsən, niyə bəzi insanlar bu məsələyə şübhə edirlər? Vardı bizim müasir dövrümüzdə də bəzi insanlar hadisənin emosional olaraq təqdim edirlər və təqdim olunmasına inanırlar. Bəzi hətta zəif rəvayətlərə və bəzən mərsiyələrdəki əlavə detallara görə şübhə yaradırlar. Sanki belə bir hadisə olmayıb. Amma burada vacib məqam budur ki, tarixdə bəzi təfərrüatlar fərqli ola bilər, amma həqiqət həqiqətdir. Lakin hadisənin özü etibarlı şəkildə nəql olunur. Bu nə deməkdir? Yəni Əli Əsgər əleyhissalamın şəhadəti tarixi kökə əsaslanır. Tarixi əsasa malikdir. Bu bir həqiqətdir. Amma cüz'iyyatı, onu filan kəs öldürüb, filan kəs öldürməyib, ola bilər fərqli olsun. Bu hadisənin eyni zamanda mənəvi mesajı da vardı. Əli Əsgər əleyhissalamın şəhadəti demək olar ki, Kərbəlanın təkcə hərbi qarşı durmağa olduğunu göstərmir. Bəlkə bu hadisə haqq ilə batilin ən açıq, aydın şəkildə qarşı durmalarından biridir. Bir tərəfdə susuz körpə, digər tərəfdə isə ona ox atan ordu var idi. Tarix burada insan vicdanını oyadır. Tarixin bu səhnəsi insan vicdanını oyadan bir səhnəni bizə göstərir. Əli Əsgər əleyhissalamın şəhadəti. Əli Əsgər əleyhissalam qeyd elədi ki, İmam Hüseyn əleyhissalamın qucağında şəhid oldu. İmam Hüseyn əleyhissalam reaksiyası nə oldu? Rəvayətlərdə belə qeyd olunur ki, İmam Hüseyn əleyhissalam körpəsinin boğazından axan qanını əllərinə aldı və göyə tərəf səpdi və buyurdu: Allahın qarşısında olan bu müsibət mənə asandır. Buna diqqət edin, müsibətdir, amma Allah qarşısında olduğu üçün asandır. Bu imamın həqiqətdə ilahi təslimiyyətini göstərir. Allahın qəza o qədərinə nə qədər təslim olmasını göstərir. Əli Əsgər əleyhissalam Kərbəlanın demək olar ki, simvoluna çevrildi. Bugün Aşura mərasimlərində Əli Əsgər əleyhissalamdan çoxlu danışılır. Əli Əsgər əleyhissalam həqiqətdə məzlumiyyət simvolu kimi yad edilir. Məhərrəm ayının ilk cüməsində də xüsusi ona ayrılmışdır. Çünki bu körpənin şəhadəti həqiqətdə hər bir insanın fitrətinə təsir etdi, təsir edir. İnsan dinindən, millətindən, məzhəbindən, irqindən asılı olmayaraq istər-istəməz bu hadisəni görəndə, bu hadisə ilə qarşılaşanda və bunu eşidəndə həddindən artıq çox təsirlənir. Bu hadisənin müasir dövrümüzündə dərsi vardır. Əli Əsgər əleyhissalamın hadisəsi bizə öyrətdi ki, zülm əgər qarşısı alınmasa, zülmün əgər biz qarşısını almasaq, elə bir məqama gəlib çatar ki, ən məsum olan insanlar rahat şəkildə ölə bilər. Müasir dövrümüzdə də siz görürsünüz, minlərlə insanlar öldürülür, körpə uşaqlar öldürülür. Kərbəla həm də haqq uğrunda mübarizənin bəlkə dəqiq. Bəli. Kərbəla həm də göstərir
haqq uğrunda mübarizənin bəzən çox ağır bədəlləri olur. Amma bu fədakarlıqlar tarixi dəyişdirir, tarixdə iz buraxır. Dünya səviyyəsində bunun nəticəsi olur. Əli Əsgər əleyhissalamın şəhadəti həqiqətən çox təsir edici bir şəhadətdir. Demək olar, Kərbəlanın ən böyük fəryadlarından biri Əli Əsgər əleyhissalamın şəhadəti idi. Əsrlərdir insanlara bir sual verir ki, ağanın şəhadəti necə oldu ki, özünü müsəlman adlandıran bir ordu Peyğəmbərin nəvəsinə, o körpə balıya rəhm eləmədilər və onu şəhid etdilər. Bu sual Kərbəlanın mahiyyətini anlamaq üçün mənə elə gəlir kifayət edər. Bəs bu söhbətlərdən, Əli Əsgər əleyhissalam barəsində olan söhbətlərdən biz nə nəticəyə gələ bilərik? Nə öyrəndik, nə bildik? 6 aylıq Əli Əsgər əleyhissalamın şəhadəti tarixi mənbələrdə qeyd olunan həqiqi və real hadisələrdən biri idi. Bu hadisə Kərbəlanın məzlumiyyətini, Yezid ordusunun zülmünü və İmam Hüseyn əleyhissalamın haqq yolundakı fədakarlığını ən təsirli şəkildə bizə göstərir. Əli Əsgər əleyhissalam Kərbəlada zahirdə danışmadı, uşaq idi, 6 yaşında uşaq idi. Danışmadı zahirdə, amma onun şəhadəti əsrlərdir bütün dünyaya danışır. Bizə ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.